Dostlar, çox xahiş edirəm, buna diqqətlə qulaq asın. Çox ibrətamiz bir hekayədir. İnsanın tüklərini biz eləyir. Günah dolu bir insan, büsbütün günah, ömrü günahla keçibdir. Yağışlı palçıqlı havada yola çıxır. Ayağı sürüçür, yıxılır palçığın içinə, üstü batmasın deyə əlin yerə basıb durur ayağa. Əlin yuya biləcəyi təqdirdə əlin yumur, əlin harasa silməyi üstün tutur. Bu zaman yoldan bir uşaq keçir. Yaxınlaşır uşağa, uşağın başını oxşamış kimi ya oxşuyur uşağın başını. Amma halbuki əlin silir uşağın başına. Uşağın bundan xəbəri olmur. Uşaq bilmir. Uşaq yoluna davam edir, bu da öz yoluna davam edir. Qısa bir müddət keçəndən sonra tövbə eləyə biləcək bir vaxt zamanı tapmamış dünyadan köçür. Günah dolu dünyadan keçir. Tövbə eləməmiş. Dünyadan köçür, mələklər gəlir, bu da ağlayır, hönkür. 100 dəfə ağlar, nə xeyri. Ağlayır, hönkür ki, bəs mən tövbə eləməmiş dünyadan köçdüm, ruh bədəndən çıxıb, mələklər məni cəhənnəmə aparacaq. Mələklər gəlir, bunu cənnətə yola salırlar. Bu şoka düşür. Çox şoka düşür. Durur, deyir, bu nədir, bu nə hadisədir, bu nədir belə baş verir? Mən günah dolu ömür yaşamışam. Bir dənə yaxşı əməlim olmayıb mənim bu həyatda. Məni cənnətə daxil edirsiniz. Allah Teala qayıdır, deyir ki, uca Rəbbimiz qayıdır, deyir ki, gör nə qədər mərhəmətlidir. Deyir, bir zamanlar sən palçıqlı havada yola çıxdın. O palçıqda yıxıldın, əlin batdı. Durub əlini oradan keçən bir uşağın başına sildin. Yox, uşağın başına oxşuyursan. Pis niyyətli şəkildə uşağın başına sildin əlini. Deyir, o uşaq da yetim uşağı idi. Yetim idi, heç kimi yox idi. Atası, anası heç nəyi yox idi, yetim uşağı idi. Bugünkü günə qədər o uşağın başını kimsə oxşamamışdı. Sən onun başını pis niyyətli şəkildə də əlini silmək məqsədi ilə onun başına vurdun ki, oxşuyursan, sildin əlini onun başına. O uşaq o qədər sevindi ki, deyir. O qədər sevindi ki, dünyanın ən xoşbəxt anı yaşadı həmin vaxtı. O uşağın sevincinə xatir, mən sənin günahlarını bağışlayıb səni cənnətə daxil edirəm. Bir uşağın, bir yetimin sevinməyinə. Halbuki deyir ki, sən pis niyyətli şəkildə əlini sildin, oxşamaq niyyəti yox idi səndə. Sən onu sadəcə əlini silmək üçün başına yaxdın o uşağın. O uşaq sevindi, o bilmədi palçıq yaxşısan onun başına. O sevindi, qəlbi sevindi bir yetimin. Mən ona görə o yetimə xatir sənin günahlarını bağışlayıb cənnətə daxil edirəm. Görün nə qədər mərhəmətli Rəbbimiz var. Görün nə qədər mərhəmətli Allahımız var. Həqiqətən də bu hekayə çox ibrətamiz bir hekayədir. Allah sizləri var eləsin.